Tədbir öncəsində iştirakçılar Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə çiçəklər qoyublar. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı dahi rəhbərin həyat və fəaliyyətinə dair eksponatlar haqqında ətraflı məlumat verilib. Sonra Naxçıvan Biznes Mərkəzində olan qonaqlara Muxtar Respublikada istehsal olunan yerli məhsullar barədə məlumat verilib. Təqdimat mərasimində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yenerin rəhbərlik etdikləri nümayəndə heyətləri, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri Azər Əmiraslanov və Sadiq Qurbanov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilov, digər dövlət və hökumət rəsmiləri iştirak ediblər. İclasda ali audit orqanları arasında həyata keçirilmiş paralel auditin nəticələri təqdim olunub. Çıxış edənlər layihə çərçivəsində auditin əhatə etdiyi sahələr, xüsusilə investisiya qoyuluşları üzrə əldə edilmiş nəticələr müzakirə olunub. Hesabatların əsas məqamları ətrafında fikir mübadiləsi aparılıb. 97.5 kilometrlik boru xəttinin son nöqtəsi Naxçıvandır. Azərbaycan bugün bütün dünyada, o cümlədən xüsusən də Avropanın enerji təhlükəsində böyük rol oynayır və ona görə də öz ərazisində müəyyən səbəblərdən belə deyək ki, başqa dövlətlərin ərazisindən keçirməklə artıq qazını çatdırır. Enerji inkişaf deməkdir. Enerji hər bir ölkənin inkişafında, iqtisadi inkişafında xüsusi çəkiyə malikdir. Ona görə də Naxçıvanın inkişafında bu boru xəttinin mühüm rolu olacaqdır və inanıram ki, qısa bir müddətdə Naxçıvan bunun belə alternativ olaraq bu boru xəttinin çəkilməsi dayanıqlı, fasiləsiz enerjinin təmin olunmasında mühüm rol oynayacaqdır. İki ülke arasındaki ilişkiler artık beraber iş yapmanın ötesine geçerek yapılan işleri dünya standartlarına göre denetleyip bunu raporlayabilecek düzeye ulaşmıştır. Bu iki ülke Sayıştayları Yüksek Denetim Kurumları adına onur verici bir durumdur. İnşallah bugün de Sayın Hesaplama Palatası Başkanımız Vüqar Bey ile yapacağımız görüşmelerde bu işbirliğini daha da ileri noktaya taşıyacağız. Kendilerini zaten 15 gün sonra Türkiye'de ağırlayacağız. Orada da yeni işbirliklerini imzaya bağlayacağız. İnşallah Eylül ayında da tüm Türk Cumhuriyetleri ile ilgili güzel haberlerimiz olacak. Qeyd edək ki, paralel audit Azərbaycan Respublikası Hesablama Palatası və Türkiyə Respublikası Hesablama Məhkəməsi arasında 2022-ci ildə imzalanaraq yenilənmiş anlaşma memorandumu çərçivəsində həyata keçirilib. Sonda hədiyyələr təqdim olunub. Səbniyə Xanqızı, Rahib Babayev, NTV Xəbər.